Quldurlarla qaçaqlar fərqlidir. Onların sadəcə o qürur yeri idi, o Kərbəlayı İsmail. O rejimin ünsürlərinə qarşı bunlar mübarizə apardılar. Beynimizə Sovet devrində yeridirdilər ki, biz özümüz gül çiçəklə, nə bilim, əl çala-çala Rusiyanın tərkibinə daxil olmuşuq. O dövrün sənədlərində kifayət qədər bundan bağlı materiallar var. Mənim çox düşündürən məsələlərdən biri də budur ki, bax 1828-dən sonra ki, bizim torpaqlarımız ki, işğal olundu Çar tərəfindən. Bölündü, Azərbaycan bölündü. Azərbaycan bölündü və işğal olunandan sonra sanki bu torpaqlarda elə Ruslar hökmranlıqlarını qurdular və bunlara heç kim səsini çıxartmadı. Halbuki biz bugün məsələn keçmiş tarixə biraz diqqətlə baxanda görürük ki, yəni o dönəmlərdə çoxlu baş qaldırılar, üsyanlar olublar müxtəlif Azərbaycan bölgələrində və bunların çoxu da bugün bizə qaçaqlar kimi tanınan, yəni insanlar tərəfindən olub. Beynimizə Sovet devrində yeridirdilər ki, biz özümüz gül çiçəklə, nə bilim, əl çala-çala Rusiyanın tərkibinə daxil olmuşuq. Güya bizim elə başqa arzumuz yox idi, elə ölürdük Rusiyanın tərkibinə girmək üçün. Sən indi qaçaqları deyirsən, Koroğlunun özünü götür. Koroğlunu bəylərə, xanlara qarşı döyüşən eləmişdilər. Sovetlər də bir-iki dənə ştrixi dəyişir. O belə çıxır ki, Koroğlu elə Rusun adamıymış. Sovet Aşıq Məktəbi. Ay sağ ol. Sovet Aşıq Məktəbi, hə. Aşıqçının Sovet Aşıq Məktəbinin nümayəndəsidir. Qürbətdəki yurtdaşlarımız yaradıcı birliyimizlə bu dəfə Azərbaycanın bütövlüyü, işğala qarşı mübarizəsi üçün fərqli dönəmlərdə yaranmış qaçaq hərəkatı ilə bağlı bilikləri incələyəcəyik. Çünki Qərbi Azərbaycan torpaqlarında baş verən olayları qaçaq hərəkatı olmadan araşdırmaq yetərsiz olardı. Doğrudur, filmlərdən, özəlliklə Sovet quruluşunda çəkilən ekran əsərlərindən bəzi qaçaqları tanıyırıq. Amma onlar bizə Ustad Elçin Şıxlının da dediyi kimi Rusların adamı kimi təqdim olunub. Elə bil qaçaqlar serinin qurucuları olub. Halbuki gerçəklər belə deyil. Ona görə də biz doğruların sorağına çıxırıq. Bu araşdırmada güvənc dayaqlarımız, şahid sözləri və tarixi faktlardır. Başımız bəlalı olub, çox qaçaqlıqlar olub. Bizdə Kəlbəcər yaxın olduğuna görə dəfələrlə Kəlbəcər tərəfə aşıblar, bir neçə gündən sonra qayıdıblar. Bizdə 1905-ci ildə 2 dənə qaçağımız olub, onun adı bu kitabda keçib. Düzdür, heç onun haqqında biz bilmirdik. Bu kitabı tapandan sonra mən gördüm ki, burada bizim 2 tayfadan qaçaq olub, o burada yazılıbdır. Amma hansı ki, bu 1918-də olan qaçaqlar, onları biz bilirik. Qaçaq hərəkatı bizim o Sovet dövrü dediyimiz dövrün müəyyən bir mərhələsidir ki, xüsusən 20 və 30-cu illər dövrünü, ən kəskin dövrüdür. O 20 və 30-cu illər dövrünü əhatə eləyir. Və bizim bu tarixşünaslığımızda bu məsələ indiyə qədər öyrənilməmişdi. Hacı Rəhim burada, Məşədi Qasım burada. Bu ikisinin şəkili var. Bunların şəkili var, tarixi var.
hər bir şey var. Bunlar deməli Basarkeçər rayonunun qaçaqları olublar, Daşkənddən olan qaçaqlar. Ziyadla İdrisin şəkili yoxdur. Hə, 4 qaçağı siz bilirsiniz ki, 4 qaçağı olub. Hansı ki o Ziyad dediyimiz bizim nəsildəndir, baba kişilərdəndir. Neyiniz olur qaçaq siyasisi? Atamın əmsi, oğlumu, əmsimi deyək belə. Onlar hamısı bir kökdən, yəni ki, Məşədi Rəhim olub, Məşədi Rəhimlə baba kişi olub, baba kişilərinə artan babalar olubdur. Yəni ki, Ziyad da onlardandır. Biz elə baba deyirik də, belə götürəndə atamızın əmsidirmi, əmsi oldumu, ona biz baba deyirik. Yəni, baba kişilərdən döyüşən Ziyad olubdur. Qaçaq hərəkatı ilə bağlı xüsusi deməli kitablar yazmaq olar və o dövrün tarixi mənbələrində, məsələn, mən bizim bu Sovet dövründə bizim Türkiyədə çıxan o kitablar adətən verilirdi Milli Təhlükəsizlik sonra dediyimiz o nazirliyin arxivinə verilirdi və Azərbaycan müstəqil əldə ediləndən sonra o kitablar, o jurnallar verilib indi bizim dövlət arxivinə. Mən o dövlət arxivində işləyəndə bununla bağlı xeyli materiallar rast gəldim. Hansı ki, vaxtilə Sovet hökumətində bunlar qadağan idi, bunlar haqqında yazmaq. Sadəcə olaraq məhkəmə hökmləri verilirdi, qapalı məhkəmələr keçirildi və yaxud bunlara ölüm cəzası kəsilirdi, sürgün edildilər və s. qaçanlar da canını qutara bilirlər. Onlar bizim qəhrəmanımızdır. 92-ci ildə bizim ən birinci kəndimizin şəhidi bunun nəvəsi Vasif oldu. Kəndimizin, məktəbimizin də adını vermiş o nəvəsinin adına. İlk şəhidimiz çoxdur, amma ilk şəhid bunun nəvəsi oldu. Deməli, Məşədi Qasımın nəvəsi. Məşədi Qasımın nəvəsi oldu. Bizim kənddə deməli, döyüşə getməyən oğlu olmadı. Bunların tayfasından hardasa bir 12 nəfər getdi, döyüşdü. Quldurlarla qaçaqlar fərqlidir. Quldur məsələn kimsə öldürüb dağa çəkilə bilər. Bu ayrı məsələ. Ancaq qaçaqlar isə sırf hərəkat idi. Bu hərəkatda o dövrün sənədlərində kifayət qədər bununla bağlı materiallar var. Sovet ideoloji maşını qaçaqlara çox inandırıcı don geydirmişdi. Onlar xalq qəhrəmanı kimi tanıdılırdı. Nəyə görə qəhrəmandılar sualını isə maraqlı cavab düşünülmüşdü. Varlıdan alıb kasıba verirlər. Xalq kinofilmlərlə asanlıqla bəy və xanlara qarşı nifrət yaradılması üçün ustalıqla aldadılırdı. Əslində qaçaqlarımız öncələri Çar Rusiyasına, daha sonra isə Bolşevik Rusiyasının qurduğu Şura hökumətinə qarşı Azərbaycanın özgürlüyü üçün vuruşurdu. Məsələn, Məşədi Qasımın ən böyük igidliyi Basarkeçər rayonunda amansızlığı, qaniçənliyi ilə tanınan erməni vergi polisini öldürmək olub. Xalqı bu zalımdan qurtarır. Evdən məcbur olaraq nə varsa var aparırlar, əlindən alır, qadınlara işgəncələr verir. Bunu da bizimkilər məsəl üçün götürməyiblər. Orada onun başını kəsmişdilər. Amma onlar da gəlməzdi, Səməndağanın adından aldadıb gətirirlər Zoda. Zodda da onun başını kəsmişdilər, Selkovun. O hayfı da bizdən almaq üçün bu Məşədi Qasımın qızı Zeynəb mənim atamın əmsində olub, yəni ki, onun yoldaşı olub, həyat yoldaşı. O ən çox o danışırdı elə baba dədəsindən. Bunu gizlətmək üçün kişi paltarı geyindiriblər. Kişilərlə beraber kərənti çəkib. Ki, tanımasınlar. Gəlib kəndə Zeynəbi gəzirlərmiş ki, Məşədi Qasımın qızı var, onu biz kim desə bu qədər pul verəcəyik, nə verəcəyik, bunu biz yəni istəyirik də, götürmək istəyirik. Ona kişi paltarı geyindiriblər, dediyim kimi, kişilərlə beraber kərənti çəkib, at çapıb, onu heç kim hiss eləməyib ki, bu qadındır, kişidir. İstanbulda dərc edilən bildiriş qəzetində 30-cu ildə deyir ki, Vedibasarda qaçaq qəmbərin dəstəsi İrəvana gedən qatara hücum edib kommunistləri və ÇİKA-nın rəisini öldürmüşlər. Bunlar onlara qarşı ki, onlar mübarizə apardılar. Bunlar da məsələn Ordu məcmuəsi yazırdı ki, üsyançıların o üsyanın səbəblərini belə izah edirdi ki, minlərlə kəndlinin iştirak etdiyi partizan hərəkatı, adını belə qoyurlar, qüvvətli şəkil almışdır. Üsyançılar kollektivləşmə siyasətindən vaz keçilməsini, ərzağın hökumətin qoyduğu qiymətlərlə deyil, sərbəst
sürətlə satılmasını və terrora son verilməsini tələb şüarı altında hərəkət etməkdədirlər. Bunu Odlu Yurt qəzeti yazırdı. Məsələn, sonra yazırdı ki, Vedibasarla bağlı yazır ki, Vedibasarda üsyançılar 20 kəndi öz nəzarətinə altına almışlar. Kərbəlayı İsmailin hansı ki, o yuxarı dağın, o Qarabağlar bölgəsinin yuxarı hissəsindəki o kəndlərin nəzarətinə almışlar. Onların sadəcə o qürur yeri idi o Kərbəlayı İsmail ki, yəni o həmin o dövrdə əgər yenə deyirəm, deyirdilər ki, Ruslara baş qaldıran, yəni bizi qoruyan, bizim hüquqlarımızı qoruyan bir insan olub da deyirdilər. Odlu Yurt jurnalı yazırdı ki, və üsyançıları 20-ci illərdə daşnaqlara qarşı silahlı müqavimətin təşkilində yaxından iştirak edən Kərbəlayı İsmail rəhbərliyi edir üsyançılara. Ermənilər üsyanı yatsızdırmaq üçün Abbasqulu və Şadlıskını göndərirlər. Onların artıq məlumatı vardı ki, bu hadisələr necə cəryan eləyir. Və kommunist qiyafəsinə girmiş daşnaqların qurduqları plan əsasında üsyanı yatırmağa göndərilən Abbasqulu bəy qətlə yetirmişdi. Bunu deməli 30-cu ildə Odlu Yurt qəzeti, 31-ci ildə Odlu Yurt qəzeti yazılır. Əsarətdə olan Azərbaycanın işğalına baş qaldıran qəhrəman övladları, qoçaqları, qaçaqları haqqında o dönəmin mətbuatında bircə kəlmə də olsun yazılmırdı. Hətta güllələnmə, Sibirə sürgünlə yekunlaşan 5 dəqiqəlik məhkəmələr də gizli saxlanılırdı. Lakin qonşu ölkələrdə, özəlliklə qardaş Türkiyədə bu proseslər diqqətlə izlənilirdi. Tarixçi alim Nazim Mustafanın Türkiyə arxivlərindən tapdığı məqalələrdə görünür ki, qaçaqlarımız var gücü ilə kollektivləşməyə, Sovet quruluşuna qarşı vuruşublar. Seri onların olduğu bölgələrdə hökmranlıq etməyə çəkinib. Qaçaqların nəzarətindəki ərazilərdən qatarla keçməyə belə cəsarət etmirdilər. Yenə Odlu Yurt məcmuəsi yazılır ki, İrəvanda həbslər adlı məqalədə yazılır ki, İrəvan vilayətində 130 türk millətsevər həbs alınmışlar. Bunlar Rusiyaya sürüləcəklər. Məhbusların arasında Türkiyəyə keçməyə təşəbbüs edən etməkdə itham edilərdən Abbas və Məhəmməd Tağı bəylər vardır. Martın 17-sində sürüləcəklərdi, fəqət Borçalıda və Qazax tərəflərində dəmiryol xəttinin türk köylərinin əlində olması nəzərə alınaraq hələlik təxirə salınmışdır. Yəni onlar dəmiryolla sürməlilər, ehtiyat edirlər ki, orada qaçaqlar bunları azad edəcəklər. Qonşuda nəvəsinin yanına gəlirdi, Yəmən nənə, o danışırdı ki, mənim o Məşədi İsa dediyim həmən onların tayfasından idi. Deyirdi, biz düşmənli idik. Hansı ki, bu Məşədi Qasımgillə bunlar düşmənli olub. Bunlar bir-birinə deyir ki, biz çağırıbdır. Deyir ki, biz düşmənliyi qoyuruq qırağa, düşmənçiliyimiz düşməndir. Amma biz bu dəfə düşmən qabağına çıxmalıyıq. Ki, biz elimizi, obamızı qorumalıyıq. Yəmən nənə deyir ki, mən özüm yeməyi mənlə göndərirdilər ki, sən get ki, bir tərəfdən düşmənçəliyi sən həll eləyə bilərsən da, həmi qaynındır, həmi qardaşındır, orada döyüşənlər. Ona görə deyir, yeməyi mən aparırdım, gedirdim, onlara yemək verirdim, qayıdıb gəlirdim. Onlar düşməndə olsa bir səngərdə döyüşüblər. Yəni kifayət qədər Vedibasar, Zəngibasar və Cərnibasar o bölgələrlə bağlı o dövrün sənədlərində və mətbuatında materiallar var. Sadəcə olaraq Sovet dövründə bu qapalı mövzuydu və bunu heç kim yazmırdı və bunları da qaçaq quldur kimi adlandırdılar. Halbuki bu hərəkat deməli rejimə qarşı olan bir hərəkat idi və eyni zamanda o rejimin nümayəndələri hansılar ki, yerli əhaliyə divan tuturdular, onlara qarşı bir mübarizə hərəkatı idi və bu mütərəqqi, yəni indiki bizim belə gözümüzlə baxdıqda bu deməli xilaskar roluna girən hansı ki, o bölgənin əhalisini o rejimin baskısından xilas etməyə çalışan bir qüvvələrin və özündəki qeyrətli oğulların bir hərəkatı idi. Yəni bu qaçaq quldur deyirlər bunlar. Sadəcə olaraq buna məcburiyyət qarşısında dağlara çəkilmişdilər. 20-ci əsrin əvvəlində neft bumu olanda hər yerdən tökülüb gəldilər. Avropasından tutmuş Rusiyasına can. Təsəvvürünə gətir ki, biri bəydir, biri ağadır. Onun özünün bir yaşam tərzi var. Yaxud müəyyən bir hansısa torpağı var. Gəlirdi ki, elə bu şeydə Dəli Kürdə də var da. Canişin deyir, gəldi ki, bəs bura qubernator özü üçün qoruq eləyir. Bu bizim torpaqdır, nə qoruq, nə zat. Belə şeylər çox olub, azım olmuyor.
onlardan qaçmaq üçün, yəni bunlar ya tutsalar, ya Sibirə göndərəcəkdilər, ya güllələyəcəkdilər. Məşədi Qurbanın dəstəsi, 20 nəfərdən ibarət dəstəsi, deməli, bunlar Krasnoselo bölgəsində bunlar deməli, dəstə fəaliyyət göstərir və Ermənistan Baş Siyasi İdarəsinin rəisinin müavini Qaraközov həmin bandanın üzərinə göndərilir. Dəstəsini göndərilir ki, bu bandanı ləğv eləsin. Və bunlar da belə idi ki, çəkilir də dağlara çəkilirlər. Xüsusən meşəli olan yerlər üçün əlverişli idi və meşəyə çəkilirdilər. Və burada, məsələn, Zəngəzurda Şahverdi qardaşlarının dəstəsi olub ki, onlar Qafandan məsələn, bunlar da dağlara çəkilmişlər və onlar da yenə Sovet hökumətinə qarşı mübarizə aparırdılar. Silahsız və baş papaqsız kişi olmazdı. Hamısının silahı var idi. Göydə quşu gözündən vuran kişilər var idi. Bunlar görürsən, narazı olanda nəysə çəkilirdilər dağlara, meşələrə və ruslara qarşı, yəni hakimiyyətə qarşı vuruşurdular. Hakimiyyət də kim idi? Rus muydu? Çar Rusiyası. Dedem elə şeyler anlattı ki benim aklım hövsələm almadı. Dedim ya 3-5 tane askerle, 3-5 tane kaçakla bu kadar iş yapılabilmez yani. Bu kadar Rusların karakolunu basır, bilmem neyini basır, hiç yara almadan, şey almadan bu kadar adamı ne ederler filan. Dedeme sordum, dedim dede dedim sen bunu yaparken yanınızda kim vardı? Dedi Kars'tan filan kes vardı. Amasya'dan filan kes vardı. Ağrı'da filan kes vardı. Balıkesir, Bandırma'da filan kes vardı filan. Ben onları doğrulamak için hamını gittim dolandım. Hamına da aynı soruyu sordum. Hep de aynısını anlattılar. Qaçaq hərəkatı bəllidir ki, orta əsrlərdə, hətta son dövrlərdə, Çar Rusiyası dövründə qaçaqlar olub. Yəni bunlar müəyyən adamların birliyinə əmələ gəlib. Ancaq Sovet hakimiyyəti illərində sırf rejimə qarşı, yəni Sovet hakimiyyətinin ilk illərindən, hansı ki o kollektivləşmə başladı, o təsərrüfatlardan insanların, təsərrüfatlarının mallarını, qoyunlarını kolxozlara qatırdılar, təsərrüfat qurdular və s. Adamları narazı salırdı. Sovet hökumətinin özü adamları narazı salırdı və bu narazı adamlar da təbii ki, istər-istəməz müəyyən dəstələrlə birləşirlər. O 29-dan üzbəri ki, kollektivləşməyə start verildi. Ondan sonra isə qaçaq hərəkatı kütləvi surətdə regionlar üzrə, məsələn, Göyçə qaçaqları, Vedivasar qaçaqları, ondan sonra Zəngəzur qaçaqları, Ağuba qaçaqları, yəni bu adamlar o rejimin o baskısına, ona qarşı olaraq müəyyən adamlar birləşdirdilər və o rejimin ünsürlərinə qarşı bunlar mübarizə aparırdılar. İşğalın miqyası, Rusların yerli xalqa qarşı zülmü, qanunla dəstəklənən soyğunçuluğu genişləndikcə qaçaq hərəkatı da geniş yayılır. Müxtəlif bölgələrdə ayrı-ayrı təşkil olunan qaçaq hərəkatları yeri gələndə birləşir, birgə mübarizə aparırdı. Məhz qaçaqlarımızla bağlı bu dönəmi olduğu kimi xalq hərəkatı adlandırmalıyıq. Heyf ki, böyük bir imperiyaya, nizami orduya qarşı aparılan qəhrəman mübarizə bəzən nəticə vermirdi. Bu qaçaqlarımızın məğlubiyyəti ilə başa çatırdı. Amma buna baxmayaraq onların soyu, el-obası işğala boyun əymirdi. Yurtlarını tərk edir, başqa yerlərə köçürdülər. Bizim bölgədə, bizim Amasya rayonunun ərazisində, o zaman bizim Amasya rayonu 1920-ci ilə qədər Qars vilayətinin tərkibində olub. Qars vilayətinin Qars paşalığını, sonra Çar Rusiyası 40 illik, o 1877-78 Rus düşmə müharibəsindən 40 il Rusların işğal altında qalıb. Bizim bölgə, bizim Ağuba nahiyəsi, belə deyək də, 39 kəndi olmuşdu. 39 kəndə bir dənə erməni kəndi var idi. O da 77-78 Rus düşmə müharibəsindən sonra Qara Məmməd kəndindən əhali keçmişdi, onun yerinə ermənilər gəlib məskunlaşmışlar. Yəni bizdə erməni ilə bağlı problemimiz yox idi. Çünki sırf areal təmiz Azərbaycanın kəndləri idi. Yayıldı xəbər ki, artıq ermənilər gələcək və insanlar başladılar kəndi tərk etməyə. etməyə. Olduğunuz kənddə ermənilər yaşamır da, heç? Yox. Artıq ətraf kəndlərdə var idi. Ətraf kəndlərdə. Yəni ətraf kəndlərdə olduğunu belə mən bilmirdim. Yəni Orada Qaçaq Usub dastanı deyilən bizim artıq qələmə alınıb, kitablar da buraxılıb. Qaçaq Usub dastanı var. Qaçaq Usub o da Çar rejiminə qarşı mübarizə aparıb. O dağlara çəkilib, bizim Öksüzün dağına çəkilib, belə deyək orada və o rejimə qarşı mübarizə aparıb uzun müddət. Və hətta kimlərin tutaq ki, problemi olurdusa, yerli hökumətlə filanla, yaxud kimlərinizə Qaçaq Usub'a müraciət edirdilər ki, bu məsələni gəlsin, həll eləsin. Qalalar var idi orada, yeraltı keçidlər vardı. Deməli, Sorcadan
pişiyi salırdılar, gəlib Daşkətdən çıxırdı. Yeraltı. Orada lampa yanmırdı, sönürdü. Düşünürsüz ki, o qaçaqların Qaçaqların bir-birinə əlaqə olan bir yerləri idi o. Tunelləri idi. Xəbər göndərdi ki, filan kəslərə dəqiq toxunmayın. Bax, mən gəlib tədbir görəcəm. Əl çəkin bu adamla. Yaxud da ki, buna təzyiq göstərməyin, buna incitməyin. Falan. Yəni qaçaq üsub haqqında bizdə ayrıca qaçaq üsub dastanı var və bunun kitabı çap olunur. Mən düşünürəm ki, bölümlərimizdə yavaş-yavaş qaçaq hərəkatına önəm, yəni gərəkli dəyəri verməliyik və bununla bağlı araşdıraq, baxaq görək bunu kim daha çox araşdırıb, qaçaq hərəkatına daha çox önəm verək. Çünki bu əslində bizim o başqaldırı səsimiz idi, əslində bu işğala bir dur deməyimiz idi. Yəni bugün Azərbaycan siz demişəm, bütün bölgələrinə baxırsan, Qəbələdən məsəl üçün var, qaçaq əfəndi var. Qərbi Azərbaycandan var Abbasqulu ağa, məsəl üçün kimi bir çox adamlar var orada. Gəncədə Dəlalı var, nə bilim, məsələn, Qaçaq Kərəm var, Qaçaq Nəbi var, Qubada məsələn Qaçaq Mail var, Şuşada Kərim bəy var və var oğlu var, yəni haddindən artıq çoxdur bunlar və bunları çox ciddi araşdırmır. Mən sadəcə elə belə üzdən biz baxırıq, o qədər isimlər var, o qədər adlar var, amma bunu daha detallı araşdıranlar var. Məncə buna biz önəm verməliyik və qaçaq hərəkatı bizim üçün çox önəmli bir tariximizin ən önəmli vərəqlərindən biridir və biz bunu izləyicilərimizlə paylaşmalıyıq. Qafqaziyyanın Qartallar Sırrını Tanımaz kitabında orada belə bir təşkilat yaradıblar bunlar. Deməli, onların o yığışıblar İstanbula, İstanbuldan sonra dağılıblar, bölgələrə dağılıblar. Sonra axırda yığışıblar Qarsa, ən yaxın ərazi. Onlar fikirləşdilər ki, nə zamansa Sovet quruluşu süqut eləyəcək, onlar ümid edir. Onlar asan yolla daha rahat deməli Qarsdan gəlib öz evlərini, ailəsinə qoşacaqlar. İkinci Dünya müharibəsinə kimi, sonuna kimi onlarda bu ümid var imiş. Bəli, bəli. Tədarük eləmədilər ki, gedəcək. Bəli, onlar hətta hardansa Türkiyənin içərilərinə hansılar ki, 10 il onları yasaq qoymuşlar ki, gələ bilməzsiniz, sınıra yaxın gələ bilməzsiniz. O İkinci Dünya müharibəsi dövründə onlar hamısı yığışına gəldilər Qarsa ki, inşallah bu gün sabah ola bilər ki, bu faşist Almaniyası bu ərazi tutacaq və onlar qayıdıb. Məsələn, onlar Qafqaz İntiqam Qartalları təşkilatını qurmuşdular. Və o təşkilat bir-biri ilə bağlı idi, o təşkilatın üzvləri və onlar da deməli, maraqlı burası da ki, Türkiyənin Milli İstihbarat Təşkilatı da artıq bunlar haqqında məlumatlar vardı və bunların hər bir haqqında arxiv sənədləri mövcuddur. Bu kitabın yazılmasında bu Əli Qafqazyanın atası həmin o qaçaq hərəkatın başçılarından biri olub və onun sənədlərini o milli deməli Türkiyənin o MİT-in belə də Milli İstihbarat Təşkilatının arxivlərində bunların dosyaları var və onların əsasında bu kitabı ərsəyə gətirib. Bizim qaçaqlarımız olmasaydı, onlar tariximizi yaşatmasaydı, belə qəhrəman olmasaydı, satqın olsaydı biz də satqın olardıq. Amma bunlar qəhrəman olub ki, biz də qəhrəmanlığımızı davam edirik. Bizim uşaqların gözündə qorxu yoxdur. Heç o orada doğuldu, doğulmadı. Biz hamımız bilirik ki, o vətən bizimdir. Bizimkilər orada nə əziyyət çəkib, nə zulmlar çəkib. Biz inanırıq ki, yenə də öz yurdumuza qayıdacağıq. Qaydanda da belə yox. Mən elə bilirəm ki, indi biz müasir bir zamandayıq. Görmüşük, götmüşük, acılar da çəkmişik. Biz bunların hamısının abidəsini orada ucaltmalıyıq. Qəhrəmanlarımızın, onların yataqlarını, onların hər bir yerini qorumalıyıq. Öyrənilməlidir və onların hər biri haqqında ayrıca məqalələr yazılmalıdır, kitablar yazılmalıdır. Çünki xalq öz qəhrəmanlarını tanımalıdır. Baxmayaraq Sovet dövrü deyən, bunları qaçaq quldur kimi qələmə verilsə də, bunlar xalqın himayəsi idilər. Xalqa qarşı zülm edənlərə qarşı mübarizə aparırlar və bunlar hesab edirlər ki, nə zamansa bu quruluş süqut eləyəcək və onlar gəlib dinç şəraitdə öz ailələri ilə, öz övladlarına qoşacaqlar. Bugün Azərbaycan artıq bölünən, parçalanan, işğala məruz qalan bir yurt deyil. Azərbaycan qalib ölkədir. Milli kimliyinə, qəhrəmanlarına və keçmişinə yiyə çıxan bir ölkədir. Aydındır ki, milli kimliyimizi daha dərindən anlamaq üçün
keçmişimizi öyrənməliyik. Qaçaqlarımızla bağlı uydurmaların üzərinə xətt çəkib, onların mübarizəsini bütün yönləri ilə, bütün qatları ilə dərindən araşdırmalıyıq. Biz azadıq, biz müstəqilik, biz sərbəstdik. Biz heç kəsdən asılı deyilik. Biz özümüz öz taleyimizin sahibiyik. Bilirsiniz, bunun üçün, yalnız bunun üçün aylarla əziyyət çəkmək olar. İllərlə əziyyət çəkmək olar. İllərlə ac qalmaq olar. Məhz bunun üçün. Çünki əsrlər boyu bizim ulu babalarımızla indiyə qədər Azərbaycanın mütəfəkkir insanları milli azadlıq, müstəqillik arzusu ilə yaşamışlar. Milli azadlıq, müstəqillik üçün mübarizə aparmışlar, vuruşmuşlar. Amma buna nail ola bilməmişlər. Biz buna nail olmuşuq. Və bilin ki, bunu indi əlimizdə saxlamaq, bunu qorumaq hər bir insanın canından da onun üçün artıqdır. Mənim üçün bunu bilin, mən sizə deyirəm, öz həyatımdan, öz canımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədi etməkdir. Bu hərəkat kütləvi surətdə indiki Ermənistan ərazisində mövcud olub. Və burada məsələn sənədlər var o dövrdə, deməli siyasi idarə vardı, baş siyasi idarə. Baş siyasi idarənin də yerlərdə şöbələri var idi. O şöbələr gündəlik qaçaqların hərəkatını izləyirdilər. Onların da adamları vardı. Bunların izinə düşürdülər. Bunlar haqqında məlumat toplayırdılar və bunlar haqqında o məlumatlar gündəlik olaraq hər bir hadisə qeyd alınacaq, mərkəzə göndərirlər, Moskva göndərirlər, Tbilisə göndərirlər. Bəli, təbii. Məsələn, Oper Razvedvodka, yəni kəşfiyyat əməliyyatının haqqında məlumat. Deməli, Moskvada Sovetini Sekretnə qrif altında, bu adı altında çap olunur. Məsələn, üzrə illərə bölünür. Məsələn, falan ilə qədər bir kitab, falan qədər. Yəni, biz o cümlədə, məsələn, indiki Ermənistan ərazisində, məsələn, Basat Keçərdən, məsələn, deyir ki, Basat Keçərdə Əricə dağından Qaçaq Cəmilin bandası və Qurban. Bunlar Vedibasar və sonunda Krasnosel dediyimiz o Qaraqoyunlu dərəsi falan. O ərazidə bunlar qaçaq hərəkatı formalaşmışdı. Və bunlar izləyirdilər. Qaçaqlar bütün gündəlik məlumatları alırdılar. Hansı Sovet hakimiyyətinin hansı nümayəndəsi ki, əhaliyə divan tuturdu, onlara zülm eləyirdi. Gəlib onları cəzalandırırdılar. Gecə ilə gəlirdilər, onların evinə girdilər, yaxud idarəsini basırdılar və qisasını alırdılar və deyirdilər ki, filan kəsin filan əməlinə görə biz bunu elədik. Ki, onların törətdiyi cinayətlər cəzasız qalmasın. Xatırlayıram, bizim Iğdır söhbətlərimizdə sizin o Türkiyədəki qohumuz Gürbüz bəy də demişdi ki, Şıxlinskilərin arasından da qaçaqlara qoşulanlar olublar. Yox, mənim indi konkret adlarını bildiyim elə həmən Gürbüzün babası Hasan Ağa, onun böyük qardaşı Qiyas bəy, bir də Halay bəy adında bunların əmi-oğlanları olubdu. Halay bəy də müəllim olub, pedaqoq. Görün, nə bu Sovetin devrinə düşür bunlar. Yəni 20-ci illər, 30-cu ilə qədər. Bunlar məcbur olub dağlara çəkiliblər. Hələ Sovetin dövründə də. Hə, yəni 20-ci illərdən sonra da indi Sovet gələndə hamısı başa düşmürdü. Yəni, görək bir Sovet nəymiş belə. Biz iki qardaş gəlib, mənim dədəmlə qardaşı, yəni Qiyas bəylə Hasan ağa. İndi 178 dənə torunun nəticəsinin şeyi var. Yəni 32-də 2 kişi gəlmişik, şimdi 170 küsür kişi olmuşuq burada. Muş Bulanıqda var məsələ. İndi mən onlarla bərabər, orada Muammer bəy var. Birlikdə araşdırmalar yapır. İndi də İran üzərində araşdırma yapır. Daha qədim tarihimiz haqqında. Dediyim gibi 750 yılından Sırdaryadan Nurataya, oradan Seras'a, oradan Mankışla, oradan Zəncana, Gürgana, Əhərə, Şəmkirə, Qazağa. 32'de de Türkiye'ye gelmiş yani.
Bunların hepsi hikayelerle beraber indi benim elimde şey var. Onu işte nəşr etmək üçün mücadilə edirəm. Qazaxda bütün din xadimləri çağırırlar ki, Allahsızlıq hərəkatı başlayıb və yığırlar. Deyirlər ki, ora bir stəkan araq qoyurlar. Deyirlər ki, ya sən bu arağı içəcəksən, ya da ki, səni sürgünə göndərəcək. İndi onlar da din xadimləridirlər. Bütün din xadimləri, mollalar da, bütün hamısını din xadimləri, axundları falan hamısını yığırlar. Bütün Qazax hamısını çağırırlar ki, gəlin, sən ya içəcəksən bunu, yəni sən artıq dindən imtina edəcəksən, gedib başqa işlərdə məşğul olacaqsan, yaxud da ki, sən və kimlərsə içməyənlərin hamısını sürüblər ki, bunlar anti-sovet rejimi, bunlar Sovetin əleyhinə təbliğat aparırlar, Sovet quruluşunu bəyənmirlər, istəmirlər, əhali arasında Sovet quruluşuna qarşı təbliğat aparır. Kimlər ki, o istəyik arağı içibsə, onlar göndərirlər, get kənddə öz başına öz əkin biçimlə məşğul olur. Əli adında biri var idi. Biri deyəndə atamın dayısı olub. Bu mənim atamdır, bu da onun o qaçağın yoldaşıdır. Qaçaq Əlinin həyat yoldaşı. Həyat yoldaşıdır. Bu da niyə bu şəkil məndədir, bizdədir? Bizim kətdən bir nəfər o qaçaq Əli dediyimi atamın dayısını Bərdədə, çayxanada görmüşdü, tanımışdı. Gəlib atama demiş ki, sənin dayın filan yerdə mən gördüm Əlini, qaçaq Əlini. Onun gözləri mən nə qədər adam olsa da onun içindən taparam, tanıyaram. O Əli idi. Atam getdi onu axtardı, tapdı. Sonra bu boyuna almaq ki, mən də öləm. Nəysə, onda bu yoldaşını Göyçədən gətirdi bizə. Bu bizim evdə çəkilib bu şəkil. Bizə gətirdi. Dedi, onu mən nədən tanıya bilərəm? Ki, bu mənim dayımdır da, Əlidir. Dedi, onu qaçaq vaxtı topuğunu suyuq alıbdı. Davanın bir tərəfi yoxdur. Ayağının altı yoxdur onun topuq tərəfdən. Bir ondan bilə bilərsən, bir də dedi, kürəyində bir xalı var. Ondan bilə bilərsən. Dayım, atam oraya getdi, nə elədi. Amma bir dənə iz buraxmış ki, orada oğlunun adı, bundan olan oğlunun adı Abbas idi, ona da buradakına da Abbas qoymuşdu. Oradakının adı Rəhim idi, buna da Rəhim qoymuşdu. Atam onu gətirdi bizə. Gəldilər, onunla beraber yaşlı adamlar da yığdılar. Əmmin, hası deyirəm, Məşədi Qasımın qızı, atamın əmsində idi. O oturdu, nənəm oturdu, bir də başqa bir əmmin yoldaşı var idi, Mələk nənəm, o oturdu. Bu baxdı, dedi ki, yaxşı, heç nə demirəm da, deyirsən ki, mən deyiləm. Bici denən ki, bu 3 qadından hansını özünə bacı götürərsən? Dedi, 3-ü də mənim bacımdır. Son olaraq əlini qoydu nənəmin çiyinə. Dedi, o diyor ki, biz doğma qardaş olaq. Belə olaq, elə olaq ki, gələk, mən də oldum sənə bir qardaşın. Əhalini bir-birinə qarşı qoydular ki, bir-birinə xəbərsiz eləsinlər ki, filan kəs yerdə filan. Məsələn, mənim doğulduğum böyük başa çatdığım rayon Amasya rayonunda, Türkiyənin sərhədində, düz sərhədində. Bizim kənddən o 20-30-cu illərdə əhalinin bir qismi məcbur oldu Türkiyəyə qaçmağa. Gecə yolu, gecələrin hansı bilirlər də, hansı ərazilərdəki sərhəd zəif qorunur. Gecə ilə ailələrini götürürlər, gedirdilər və yaxud da ki, kişilər gedirdilər, hansı kənddəsə özlərinə yer eləyirdilər, sonra gəldi ailələr aparmağa. O qaça-qaç vaxtı əmimin 1 yaşı olub. O bir uşaqlar da körpə olub. 3-ünü götürüb, qundaqda olan əmimi götürə bilməyib. İstəyib ki, bunu bu kətdə qoysun, keçsinlər Kəlbəcərə. Sonra qaydanda uşağı tapar-tapmaz onu bilməz. Əmim ağlayıb deyib ki, onda mən də getmirəm. Qardaşım aparmasam mən də getmirəm. Nəsə nənəm bir təhər bunu xurcuna qoyub, çiyinə atıb, birinin uşağın birinin arxasında, biri qabaq hissədə. Bunlar keçiblər Kəlbəcərə. Bir neçə gündən sonra deyiblər ki, qayıdıb gəlin. Nənəm gül onda qayıdıb gəlir. Həmən əmim bu 63 yaşında rəhmətə getdi, gəldi Bakıda. Yəni ki, bizdə faciələr çox olub. Ondan sonra bizim bu qaçaqlar məcbur olub ki, bunları kəndə qoymasınlar. Qız var, gəlin var. Sonra qaçaqlarımız yığılıb, onlara qarşı, ermənilərə qarşı bu dağlarda, daşlarda, məsəl üçün gizlənərək onları qarşısını alıblar.
dəfələrlə orada o sərhəddə toqquşmalar olub, yaralanan olub, ölənlər olub, hətta əsgərlər yaralanıb. Məsələn, bizim o Amasyolun ərazisində o dediyim bir yer vardı, İbiş kəndi ilə o Sınıq kəndinin arasında bir yer var ki, oradan bizim bütün qaçaqlar, deməli, Borçalıdan, Gəncədən tutmuş qaçaqlar hamısı bilirdilər ki, o yol trafik o qaçaqların getdiyi yoldur. Və orada bizimkilərlə, demək, qaçaqlarla əsgərlər vuruşmuşlar. Orada bir Rus mayoru, Jukov adında Rus mayoru öldürmüşlər. Onun qəbrini dəmir məhəccəri almışdılar. Biz orada vaxtlar uşaq olanda, biz o pioner komsomol olanda apardılar oraya. Yəni o ərazidə qanlar tökülüb. Bir qismi əhali xilas olub, yerdə qalan əhali də Sovet rejimin baskısı altında həyatını sürməyə məcbur olub. Azərbaycanda Sovet rejimi qurulan müddətdə bolşevizmin əleyhinə ən böyük çıxışlar Quba qəzasında baş vermişdi. Qəzada Sovetlərə qarşı ən gərgin mübarizə Qusarın, Kuzun və ona yaxın kəndlərində, həmçinin Rustov və Dəvəçi nahiyələrində aparılmışdı. Ərazilərdə sərt müqavimətlə rastlaşmışdılar ki, həmin nahiyələrdə də Milli Hərəkatın başında İttihad Partiyasının fəal üzvləri, xalq arasında nüfuzları olan Azərbaycan Xalq Cümhuriyyəti dönəmindən qəzadan seçilmiş millət vəkilləri dururdu. 1920-ci, 28-ci illərdə bu mübarizəyə Dəvəçi nahiyəsində Həmdullah Əfəndi və onun qardaşı Şəmsəddin Əfəndi kimi bölgənin tanınmış simaları rəhbərlik etmişdi. Bu adamların başçılıq etdiyi silahlı dəstələrdə 12 min nəfərə qədər adam cəmləşmişdi. Ümumiyyətlə isə ayrı-ayrı illərdə bu şəxslərin başçılığı altında Qusarın, Kuzun, Cağar, Düz Tahir, Kiçan, Hil, Yuxarı Kalanxur, Çiləgir, Ləcət, Yasab, Həzrə kəndlərində Qubanın Qımıl, Buduq, Ürük, Gömür, Sıqçiçi, Dərəçiçi, Təngəaltı, Qonaqkənd, Xaçmazın Şıxlar və s. kəndlərində çoxlu çıxışlar baş vermişdi. Tarixə Kuzun hadisələri kimi daxil olmuş qiyamın əsas mahiyyətinə gəldikdə bildirməliyik ki, çıxışa Kuzun kənd sakini Möhbəli Əfəndi başçılıq etmişdi. O, Türkiyədə təhsil almış, bir neçə ərəb ölkələrində olmuş böyük nüfuzlu, önəmli din xadimi idi. Ana dili ilə yanaşı Türk, ərəb, fars, rus, avarlaq, Tabasaran dillərini də mükəmməl bilirdi. Azərbaycanın Quba bölgəsi tarixinin dönüş mərhələsində Rəşxanda Bayramoğlu.